İdra Liseyinin rəsmi saytında onun professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradıldığı, 2014-cü ildə isə Bakı filialının fəaliyyətə başladığı bildirilib. Ölkəazın Teleqrafa istinadən xəbərinə görə müvafiq bölmədəki məlumatda qeyd olunur ki, liseydə ümumi orta məktəb təhsili 3 pillədən ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Tədris 3 dildə Azərbaycan, Rus, İngilis proqramı ilə təşkil olunur. Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər. Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar. Liseyin fasiləsiz olaraq şirkət əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi qəti qadağandır. İdra Liseyinin təsisçisi əslən Qubadlı rayonunun Çərəli kəndindən olan Mönsüm Ədiloğlu Alışov, direktoru isə Natəvan Üzeyim qızı Alışovadır.